Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb. Hadisə Həkəri çayının rayonun Ağalı kənd ərazisindən keçən hissəsində baş verib. Doğru Xəbər Azərbaycan bildirir ki, 1962-ci il təvəllüdlü Həsənov Nüşrəvan Mehdoğlu çayda çimərkən boğulub. Onun meyidinin tapılması üzrə axtarışlar davam etdirilir. Ötən gün saat 16 radələrində İsmail rayon ərazisində Mercedes markalı avtomobil idarəetmədən çıxaraq beton maniyaya çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva aldıqları xəsarətlərdən hadisə yerindəcə ölüblər, bir nəfər isə xəsarət alıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırma aparılır. Zaqatala rayon mərkəzi xəstəxanasının həkim mama ginekoloqu Elmira Duxiyeva vəfat edib. Bu barədə Tibb Ərazi Bölmələrini İdarə Etmə Birliyi məlumat yayıb. Bildirilib ki, o, İsmail rayon ərazisində baş vermiş ağır qəza zamanı ölüb. Qeyd edək ki, ötən gün saat 16 radələrində İsmaillidə Mercedes markalı avtomobil qəza törədib. Nəticədə 2 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Xaçmaz rayonunda isə zəlzələ baş verib. Bu barədə Seysmoloji Xidmət Mərkəzi az öncə məlumat yayıb. Bildirilib ki, yerli vaxtla gecə saat 5:58-də qeydə alınan zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 45 km olub. Zəlzələ ətraf ərazilərdə demək olar ki, hiss olunmayıb.